Herkese salam. Növbəti faydalı videonu çəkirəm. Bugünkü videomda ünvanlı sosial yardım üçün edilmiş müraciətin cari statusunun necə yoxlanıldığını addım-addım göstərəcəyəm. Bir çox vətəndaş müraciət etdikdən sonra nəticəni sistem üzərindən izləməkdə çətinlik çəkir. İndi isə rəsmi portal vasitəsilə müraciətin vəziyyətinə necə baxmaq mümkün olduğunu praktik şəkildə izah edəcəyəm. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Buradan digital login yazırıq. İlk çıxan yazıya toxunuruq. Yuxarıda sol tərəfdə MyGov ID yazılan yerə toxunuruq. Sağ tərəfdə yuxarıda daxil olun yazılan yerə toxunuruq. Buradan indi birinci növbədə şəxsi kabinetə daxil olmaq lazımdır. Mən MyGov ID proqramına daxil olacağım. Əgər sizdə yoxdursa, digər üsullar seçirsiniz. Buradan sima imza, asan imza və yaxud da identifikasiya nömrəsi, yəni şəxsiyyət vəsiqəsi məlumatlarınızla şəxsi kabinetə daxil ola bilərsiniz. Mən MyGov ID proqramını açıram. QR kodu telefonla skan edirəm, təsdiqləyirəm və şəxsi kabinetimə daxil olduğu anında. Buradan aşağı düşürük. 4-cü bölməyə daxil oluruq. Yuxarıda deməli baxırsınız. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya portalı yazılan yerə toxunuruq. Və bizi erum.esocial.gov.az deməli kabinetimizə yönləndirdi. Buraya indi diqqətlə baxın. Burada 3 variantla deməli sosial yardımın statusuna baxmaq olur. İndi üçünü də bir-biri göstərəcəm. Aşağı düşürük. Sosial ödənişlərə müraciət yazılan yerə toxunuruq və anında alt bölmə açılır. Alt bölmədə bütün müraciətlərim yazılan yerə toxunuruq və budur. Burada baxırsınız. Bax, burada sənədin nömrəsi, notarius nömrəsi, sənədin tarixi, müraciətdəki əsas şəxs, bir də sənədin statusu. Buradan baxmaq olur. Burada nə görsənir? Deməli, ilk müraciət edəndə yazılır ki, sənəd emal edilir. Bir müddətdən sonra baxa bilərsiniz, yazıla bilər ki, təyinat və yaxud da yenidən sənəd emal edilir və yaxud da onlayn müraciət edərkən hər hansı bir uyğunsuzluq olanda deməli imtina olur. Onda yazılır ki, sistem tərəfindən ilkin yoxlanış əsasında imtina. Bax, status bu formada yəni görmək olur. Daxil olanda bu formada görmək olur. Bu birinci variant. İkinci variant deməli yenidən sosial ödənişlərə müraciət olan yerə toxunuruq ki, yenidən alt bölmə açılır və aşağıda baxırsınız. Bütün aktiv təyinatlar və aktiv müraciətlər. Buradan da deməli sosial yardım müraciət edərkən statusa baxmaq olur. Bu ikinci variant. Bir də yuxarıda baxırsınız. Şəxsi kabinet yazılan yer var. Şəxsi kabinet yazılan yerə toxunuruq. Burada baxırsınız. Ünvanlı dövlət sosial yardım. Bu yazıya toxunursunuz. Budur. Burada yəni ən axırıncı müraciət etdiyiniz deməli görünəcək və ona açanda bax buradan bu hissədən açırsınız. Baxırsınız, bax status burada görünür. Məsəl üçün mən müraciət etmişəm. Yazıb ki, sistem tərəfindən ilkin yoxlanış əsasında imtina. Bax burada da statusa baxma olur. Sizdə dediyim kimi fərqli yazılar ola bilər. Deməli, videom bu qədər. Əgər faydalı oldusa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.